Bugün Time test izahına baxırıq. Müstəqillik uğrunda mübarizə, Azərbaycanın dövlət müstəqilliyinin bərpası, 1-ci Qarabağ müharibəsi. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktında nəzərdə tutulmamışdır. 91-18 oktyabrdan söhbət gedir. Azərbaycan unitar dövlətdir, bəli. SSR-nin Azərbaycan ərazisində bütün daşınar və daşınmaz mülkiyyəti Azərbaycan Respublikasının mülkiyyəti hesab olunur, bəli. Siyasi hakimiyyət xalqa məxsusdur, düzdür. Təbii ehtiyat Azərbaycan Respublikasına məxsusdur, düzdür. Bütün hallarda məcbur əmək qadağandır, xeyr. Konstitusiyadan istisna olmaqla məcbur əmək qadağandır. Yəni, bütün hallarda yox. Mütəllibovun dövrü, Elçi bəyin dövrü. Ermənistan tərəfindən bir sıra torpaqlarımızın işğalı bu təbii ki, üçün oxşar. Heydər Əliyevin Naxçıvanda siyasi fəaliyyət bu da oxşar. Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıması 91-in sonunda da Ayaz idi hakimiyyət. Birəcə. Kəlbəcər Ağdərə Tərtər yoluna nəzarətin ordumuz əlinə keçməsi, Elçi bəy 92 əməliyyatları. Tələbə qəbulunda ilk dəfə test imtahanı tətbiq edilməsi, Elçi bəy 2-yə D-yə, 3-ə 1-ə də C, A variantı. Sovet hakimiyyəti qurulandan sonra ilk dəfə olaraq suverenlik, azadlıq, müstəqillik şüarları səsləndirildi. 88-ci yanvar ayında deyil, yanvar mitinqində deyil, 88 noyabr ayının 17-sindəki mitinqdə, yəni meydan hərəkatında. Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikası üçün oxşarlıq təşkil edir. Konstitusiyanın qəbul edilməsi. AXC Konstitusiya qəbul etməyib, aqrar islahat keçirməyib, prezidenti olmayıb, Ermənistanla müqavilə imzalayıb. Amma hər ikisində parlament fəaliyyət göstərmişdir. Verilmiş məlumatlardan neçəsi Əbülfəz Elçibəyin prezidentlik dövrü ilə bağlı həqiqəti təkzib etmir. Həqiqəti təkzib etmir. Yəni, bizə nə istəyir? Həqiqəti təkzib etmir. Manatın dövriyyə buraxılması aiddir. Dövlət himnin qəbul edilməsi 92-27 may. Bu Elçi bəy aid deyil. Dövlət gerbinin qəbul edilməsi 93 yanvar. Bu aiddir. 93-cü yanvara düşür, 92-ci yay, 93-cü yay düşür. Qaradağlı faciəsi 92-nin fevral ayı. Qaradağlı faciəsi 92-nin hələ hakimiyyətə gəlməmişdir, düşmür. Naxçıvan və Gəncədə hərbi qiyamların baş verməsi, bu da düşmür. Deməli, bizə həqiqəti istəyir, həqiqəti təkzib etmir. İkisi. Daha sonra baş vermişdir. Meydan hərəkatının başlaması 1988 noyabr ayının 17-si. Azərbaycan SSR-nin suverenliyi haqqında Konstitusiya qanun deyirsə 89 sentyabrın 23-ü, Sumqayıt hadisəsi 88 fevral ayının 28-i, Ermənistandan Azərbaycandan sonuncu deportasiyasının başlaması 88-ci yanvarı, ermənilərin Xanlar və Quşçu rayonlarına basqınlar etməsi 90-cı yanvar ayının 15-i. Deməli, daha sonra deyirsə yeni götürəcəyik. 91-ci sonuna kimi Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ölkələrin yerləşdiyi ərazilər. Təbii ki, ilk öncə Osmanlı nədir? Türkiyə, ardınca Rumıniya, Pakistan, İsveçrə, İran. Burada biz ancaq Rumıniyanı verib, Türkiyəni verib. 1-dən 2. 3 İspaniya olmaz, İngiltərə olmaz, Fransa olmaz. Daha sonra baş vermişdir. Azərbaycan BMT 1992-nin martı. Türkiyənin Azərbaycan müstəqilliyinin 91-in noyabrı. Yaqub Məmmədovun prezident icra vəzifəsinin 92-nin martı. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyannamə. Bəyannamə 91 avqustdur. Azərbaycan Respublikasının bloklara qoşulmayanlar hərəkatına 2011. Daha sonra deyirsə Y variantı. Xəritədə verilmiş rayonların işğal atacaqları meydi. 4 Kəlbəcər, 2 Laçın, 3 Zəngilan, 1 də Cəbrayıl. Zəngilan, Cəbrayıl da böyrü Füzulidir. Deməli, Kəlbəcər 93-cü apreli, Laçın 92-nin mayın 18. Ən birinci olacaq 2. Ardınca aprel ayı, Kəlbəcər 2-4. Ardınca avqust ayı, Qubadlı 1. Ardınca da Zəngilan, oktyabr 3, 2-4, 1, 3, 9 Y variantı. Azərbaycanın beynəlxalq və regional təşkilatlara qoşulması illərinin uyğunluğunu müəyyən edin. Deməli, ATƏM-ə qoşulmuşuq 92-ci ilin iyul ayında 1-ə D. Qiyama qoşmuşuq 97, 3-ə B. Deməli, 3-ümüz B-dir. Sonra Avropa Şurasına 2001-ci ildə 2-miz C-dir. İKT-yə qoşmuşuq, yəni İslam Konfransı Təşkilatına qoşulmuşuq 91-ci dekabrın 4-ümüz də A variantı. Azadlığın müdafiə aktına edilən 907-ci düzəlişin mahiyyəti nədən ibarət idi? ABŞ-ın Ermənistana humanitar yardım qadağan etdi, xeyr. Güya ki, biz ABŞ-ı daha doğrusu ermənini blokadada saxlamışıq. Ona görə də Ermənistan Azərbaycanı hər cür, hətta humanitar yardımı belə qadağan eləmişdi.
Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi məqsəd daşıyırdı. Xeyr. Ermənistanın Azərbaycanı blokadaya alması. Xeyr. Azərbaycana ABŞ tərəfindən yardımlar qadağan edilirdi. Bəli. Azərbaycan SSR-nin suverenliyi haqqında Konstitusiya qanunu. Qanun 89-cu ilin sentyabr ayının 23-də. Dövlət gerbi 93 yanvar. Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdi 91-18 oktyabr. Prezident vəzifəsi 90 may. Azərbaycan SSR-nin razılığı olmadan sərhədlər dəyişdirilə bilməzdi. Bəli. Respublika ərazisində SSR-nin qanunlarının ali təmin edildi. Azərbaycan SSR-nin razılığı olmadan onun sərhədləri dəyişdirilə bilməz. Bu da düşür axı Respublika ərazisində SSR-nin yox, Azərbaycan SSR-nin. SSR olmaz. Ona görə olacaq 12 D variantı. Yanlış variantı müəyyən edin. 91-ci ilin dekabr ayında MDB-nin yaradılması ilə SSR beynəlxalq hüquqi subyekt kimi tarix səhnəsindən silindi. Bəli. 92-ci ilin martında Ayaz Mütəllibovun istifasından sonra prezident vəzifəsini müvəqqəti olaraq İsa Qəmbərov yox, Yaqub Quliyev həyata keçirdi. Ona görə İsa Qəmbər səhvdir. B variantı. 91-ci ilin noyabr ayında baş vermiş Qarakənd faciəsinin cavabı olaraq Ali Sovet DQMV statüsünü ləğv etdi. Düzdür. 92-ci ilin yayında keçirilən prezident seçkilərində AXCP-nin sədri prezident seçildi. Düzdür. 91 oktyabrında Milli Şura yaradıldı. Düzdür. Verilən məlumatlardan neçəsi 1-ci Qarabağ müharibəsinə aid doğru məlumatdır. Kənd Horadiz düşmənə azad edilib. Kənd Horadiz azad edilib Vətən müharibəsinin ilk günlərində. Burada Horadiz qəsəbəsi azad edilmiş. Ona görə 1 olmaz. Daşaltı əməliyyatı uğursuz olsa da Murovdağ əməliyyatlarında Azərbaycan ordusu üstünlük qazana bildi. Murovdağ əməliyyatı uğursuz olmuşdu. 94-cü ildə. Ermənilər Şuşanı işğal edən zaman buranın kəndi olan Başlıbeldə faciə. Başlıbel Kəlbəcərin kəndi də olmaz. BMT Təhlükəsizlik Şurası 822 saylı qətnaməsini Laçının işğalı ilə bağlı qəbul edilmişdir. Laçını deyil, Kəlbəcərin olmaz. 93-cü ildə Zəngilanın işğalı ilə Dağlıq Qarabağı işğalı başa çatdı. Dağlıq Qarabağın işğalı mayın 8-də Şuşanın işğalı ilə başa çatdı. Ona görə burada olacaq heç biri. Ardıcılığı müəyyən edin. 20 yanvar faciəsi 1990-cı il 20 yanvar. Naxçıvandan başlayaraq Sovet-İran sərhədindəki qurğuların dağıdılması 1989 dekabr ayının 31-i. Ermənilərin Xanlar və Quşçu kəndində basqınlar 1990 yanvar ayının 15-i. Azərbaycanda prezident vəzifəsi 90-cı ilin may ayı. Deməli, birinci olacaq 2, 89. Sonra Quşçu kəndində olsun 2, 3. Sonra 20 yanvar 1, 2, 3, 1. Daha sonra da prezident vəzifəsi 2, 3, 1, 4, 15 olacaq. A variantı. Ermənilərin 1992-ci ildə işğal etdiyi ərazi uğrunda şəhid olanlardan deyil. Əlif Hacıyev, bəli, Xocalı. Tofiq Hüseynov, Xocalı. Ələsgər Novruzov, Adil Quliyev, Natiq Qasımov yox. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın torpaqlarını işğalı ilə bağlı qəbul etdiyi qətnamə deyil. 822 bəli, 853 bəli, sonra 884 bəli, 74 bəli, 85 saylı qətnamə qəbul etməmişdir. Xəritədə göstərilən rayonlardan hansının işğal edilməsi nəticəsində Dağlıq Qarabağ separatçıları ilə Ermənistan arasında birbaşa əlaqə təbii ki Laçın. Laçında 2-dir. Demək 1 Kəlbəcər, 2 Laçın, 3 Qubadlı, 4 Zəngilan, 5 də Cəbrayıl. Olacaq ki 93-cü ilin sonu, 94-cü ilin əvvəllərində ordumuzun uğurlu hərbi əməliyyatları nəticəsində Horadiz qəsəbəsi düşməndən azad edildi, bəli. Goranboyun işğal edilmiş torpaqlar azad edildi. Bu 92-ci il əməliyyatlarıdır. Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi. Cocuq Mərcanlı azad edilir, təhlükəsizlik 2016-da olmaz. Tərtər kanalının sağ tərəfi nəzarət ordumuz nəzarətdən keçdi. Bu da 92 əməliyyatlar, DCB əməliyyatlarıdır. Cocuq Mərcanlı azad edildi, bəli. Böyük Mərcanlı xeyri Vətən müharibəsi olacaq 1-dən 5. 94-cü ilin mayında Azərbaycan və Ermənistan arasında atəşkəsin əldə edilməsi barədə protokolun imzalandığı. Söhbət Bişkek protokolundan gedir. Bişkek protokolu imzalanıb Qırğızistanda. Deməli, bu ərazi misalı 3 olacaq Qırğızistan. 3. Xəritəyə baxaq. Deməli, bu ərazi Hindistan, üstdən çıxdıq Pakistan, Əfqanistan, Türkmənistan üstü Özbəkistan, Özbəkistanın üstü Qazaxıstan, 3 Qırğızistan, Qırğızistan altı Tacikistan, 4 də Çindir. Daha sonra başqa rəqəm qaldı? Yox.